Dəyərli şagirdlər, riyaziyyat toplusundan növbəti sualın izahı ilə tanış olaq. A, B və C natural ədədləri üçün 2A üstəgələk B üstəgələk C bölü 8 bərabərdir 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. B-nin burada ən böyük qiymət alması üçün A və C ən kiçik qiymətlərini almalıdır. A və C-nin ən kiçik qiyməti alması üçün və şərtdə deyildiyinə görə A, B, C natural ədədlər olduğuna görə biz burada 2A ifadəsində A-ya 1 verə bilərik. 2 vurulsun 1 bərabərdir 2-yə. Sonra C bölünsün 8. Bu ifadənin qiyməti tam olmalıdır. Və C natural ədəd olduğuna görə C-nin yerinə biz 8 verə bilərik. 8-i 8-ə böləndə bərabər olur 1-ə. Və verilən qiymətləri gətirib ifadədə yerinə yazsaq. 2 üstə gəlinsin B üstə gəlinsin 1 bərabərdir 50. 3 üstə gəlinsin B bərabərdir 50. B bərabərdir 47. Deməli, B-nin maksimum qiyməti ala biləcəyi ən böyük qiymət 47-yə bərabərdir.